Güya siz indi nəsiz digital laf. Onu istəyənsən, indi mən Aydil, mənim 28 yaşım var, 5 dəfə, 3 dəfə festival canlı yayım açmışam, biri də budur. Sən onu istəyən oğlansansa, sən öcü məni bu maqat eləyirsən, zastavit eləyirsən, başa düşsən, bespiridelli eləyirsən. Sən onu istəyən oğlansansa, sən onun adını yazıb bura söydürmərsən. İstəyən oğlan söyəni gəlib axtarır, tapır, hərəkətini eləyir. Sənin kimi qəhbə ona söydürmür. Rufon da bığını sikim. O şey var ya, o maqa var ya, o ziba, qəhbə gədə. O vaxt o şeydə qara, o harayda, qaraçılarda qənd qabını gördülər, başına qoydular ya amcığım. Bacını sikim 2010 deyin da sən. 2018-in 6-cı, 7-ci ayın 23-ü, 24-ü mən özümə toy elədim Şəmkirdə. Sən Gəncədəydin də, götün yeyirdi, gələrdin. Başına söymüşdü. İndi gedib qardaşın qəhbənə gedib hökumətin qucağında oturubsan ki, biz bilmirik, qandon. Putin kimi adam çıxır deyir, Rusiya özünü uğra bibit eləyən 18 il azadlıqdan məhrum olsun. Gedib oturubsunuz generalların böhründə. Heç kim heç nə bilmir. Biz yaxşı bilirik. Oğru qulu olur, qulu kimi şəxsiyyət olur. Bir davana 23 il sürok oturur bilət. Hamı ancaq gəlin ona xahiş edir. Hökuməti də, prestupniki də, mafiyası da, osu da, busu da. Oğru el olur. Qulunun bir ayağında olan zastuqa bilət. Yox bana bura, sizin heç kat yolunuzda yoxdur. Prosta sümüyümə düşüb eləmi, oturmuşam burada. Bax kimə nə maraqlıdır? Zafis yox. Desin deyim. Yəni bu canlı yayımı mən hər açan adam deyiləm. Prosta qayfıma düşüb oturmuşam. Qardaşlar dedi, dedim eyvallah, bismillah, həm də qardaşlarla bir salam aleykum eləyim, yaxşı kişilərlə. Nə qədər yaxşı kişilər var, mənim başımın tacıdır. Kişi qırıqları da keçdi ha. Yetmir. Ver yandırım. Ver yandırım, ne deyiş bir əsəbimə toxunurlar yenə. Burada sən. Toxunmar, ozdur.